Bugün 13 iyun 2026. Hostalarımı çəkirəm. Gözəlliklərindən gözüm doymuyor. Hələ çox vaxt eləyə bilmirəm bunlara gəlim, baş çəkim. Yəni bitkilər çoxdur, suvarma, budama, hər zaman səliqəyə salma. Ona görə də ara sıra baş çəkirəm. Mənim gözəl hostalarıma artıq çiçək açırlar. Mükəmməl bir bitkidir hosta. Mükəmməl. Yarpağının gözəlliyinə görə, hələ çiçəyinin gözəlliyi ətri bir yana qalsın. Yarpağının gözəlliyinə görə demək olar ki, mənim sevimli bitkimdir. Çox maraqlı sortlar əldə edə bilmişəm, almışam. Və yenə də axtarışındayam. Və belə dostlar, bax belə gözəlliklər, gözünüz gözəlliklər görsün həmişə. Hər birinin sort adı var, bəzilərini bilirəm, bəzilərini bilmirəm, amma nə sizi, nə də özümü bu barədə yormayım. Bizim üçün hamısı var, hostadır, rəngarəng hostalar. Burada isə ikinci dalğa visteri artıq çiçəkləyir. Baxın necə gözəl çiçəkləri iyunun 13-də. Hətta çənin üzərində də çoxlu çiçəklər var. Oleander çiçəkləyir. Lileniklər artıq günotlarım üstə açmağa başlayıblar. Yerləri sıxdır. Nичего не поделаешь. Yer azlığı hər yerdə mövcuddur. Mənim bağımın kölgə hissəsidir. Burada mənim xvoynularım. Bir-birindən gözəl var, gələ əlcə çəkəm. Çox maraqlı xvoynularım var burada. Torpaq qupqurudur, su vermək lazımdır. 1, 2, 3, 4, onları əkməmişəm. Tis, tuya, kiparis, можжевельник, çox açır. İşlər var, bu isə tamarisdir. Xvoynu deyil, amma kalikant çiçək vermək bu ildə mənə. Mirt, onun tikansız göz tikanlarım. Такой красота. Вот такая красота. Altuniyalar, mahoniyalar yetişir, tökülür, heç xəbərim olmur. Qəribə dadları var. Turş məzədilər. Nəysə bitirək, siz də yormayaq.